Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halâigil ecma'in. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebil Qasimi Muhammed ve alihi teyyibin et-tahirin ve lanetullahi ala a'daihim ecma'in minel âne ila yevmiddin. Amma ba'd. فقال الحكيم في محكم الكتاب الكريم بسم الله الرحمن الرحيم فمن الناس من يقول ربنا آتنا في الدنيا وما له في الآخرة من خلاق ومنهم من يقول ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار أولئك لهم نصيب مما كسبوا والله سريع الحساب. أوصيكم عباد الله ونفسي بتقوى الله ونظم بكم inşallah hem özümü hem sizi davet edirəm ilahi təqvaya və işlərinizdə nəzm-i nizamımız olsun. Bəqərə surəsinin 200 və 201-ci ayəsində Allah təbarək və teala bizi ümumi şəkildə dünya və axirət barəsində bizim düşüncəmizi, təsəvvürümüzü formalaşdırmaq üçün ayə göndərir. Və təbiidir ki, Quranın başqa ayələri də bu barədə var ki, Allah buyurur ki, insanlardan bir hissəsi mən yəqulu və minən nas, fəminən nas, cəmaatdan bir hissəsi. Yəni, hamı belə deyil, məsələn, bir hissəsi ilə bu cürdür ki, Rabbənə atina fid dünya, Allah bizə dünyada ver, yəni elə dünyanı bizə ver. Və məllahu fil axirəti min xələq, Allah bu ki, axirətdə bunlar üçün heç nə yoxdur. Onlar ki, elə ancaq dünyanı istəyərlər, bunlar üçün axirətdə heç nə yoxdur. Bu çox mühüm bəhslərdən biridir. Yəni, alimlər çox bəhs edir, umumən dünyapərəstlik insanı axirətdən sağlar və insanı günaha vadar edən məsələlərdən biridir, dünyapərəstlik. Hala, dünya nədir, dünyapərəstlik nədir? Allah təbarək və teala Quran-ı Kərimdə, Peyğəmbər hədislərdə bunu bizim üçün çox gözəl şəkildə aydın ediblər. Cürməcür tərcümələr edirlər. Dünyanın tərcüməsi təbii ki, məlumdur. Dünya sözünün mənası yaxın olmaq deməkdir. Bir mənası, məsələn, aşağı deməkdir. Dünya, məsələn, ədna sözünün qadın formasıdır. Ədna, yəni yaxın. Dunov, yəni yaxın. Dünyaya dünya deyiblər, çünki zahirən bəlkə də bizə yaxın olduğu üçündür. Bir mənası pəs mənasıdır. Amma mənim əzlərim, əsas budur ki, ilkin dünya sözünü işlədəndə bizim zehnimizə gələn, məsələn, gördüyümüz bu dağ, daş, dərə, ev, maşındır. Yəni, adətən biz bu cür adət eləmişik də, dünya, məsələn, ətrafımızda olan maddi bir aləm. Amma baxmayaraq ki, düzdür, bunlar dünya sayılır. Ancaq Allahın məqsədi budur. Çünki bu dünyada olan bu ləzzətlərin hamısını Allah təbarək və teala insan üçün yaradıb. İnsan üçün yaradıb. Baxın ki, zahirən səhv eləməsəm, Kəhf surəsinin 7-ci ayəsində özü deyir ki, Allah deyir ki, dünyada hər nə yaratmışam, bu dünyanın gözəlliyidir. Bu dünya üçün gözəlliyidir. Amma müminin gözəlliyi bu cürdür ki, Allah buyurur ki, mən mümin üçün gözəlliyi iman qərar vermişəm. Amma baxmayaraq ki, dünyanın gözəlliyidir, ondan istifadə eləmək heç nədə haram deyil. Hətta Allah Quranda bizim Peyğəmbərə deyir ki, sana halal olan şeyləri özü haram eləmə. Amma dünya deyiləndə nəzərində də tutulur. Məsələn, dağ, daş, dərə, bizim yediyimiz qidalar yox. İki dənə yaxşı rəy var və gözəl rəylərdən biridir. Biri budur ki, dünya deyəndə o ki, sənlə Allahın arasında fasilə salır. Yəni, bir şeylər ki, sən namaz qılmağa qoymur, oruç tutmağa qoymur, ibadət eləməyə qoymur, yaxşılıq eləməyə qoymur, mərhəmət hissin səndən nədir? Azaldır. Bir dünya budur. Bir də, bir dünyanın mənası budur ki, o şeylər ki, səni günaha vadar edir. O şeylər ki, səni günaha vadar edir. Məsələn, insanların ahirətə inanmamaq cəhətlərindən biri budur ki, onlar dünyada başlayacaqlar, biz gördüyümüz maddi aləmdən ən yüksək dərəcədə bəhrələnməyə çalışacaqlar və bu da günaha səbəb olacaq. Necə? Məsələn, hər nə yaxşı var, istəyəcək, ondan istifadə edir də halal haram gözləməyəcək. Halal haram gözləməyəcək, məsələn, bu kimindir, kimə aiddir, sərhəd gözləməyəcək. Amma bir adam ki, ahirətə inansa, o təbiidir ki, özünə aid olmayan şeylərdən uzaq olacaq. Onun üçün də buyururlar, o şeylər ki, insanı harama vadar edir, Allah eləməsin, insan onun dalca düşəndə harama gedir, onlar dünyanı gələ bunlardan uzaqlaşasan. Bu işlərdən və yaxud o işlərdən uzaqlaşasan. Onun üçün də dünya deyəndə bunu biləyim ki, Allahla bizim aramızda maniyə olan hər bir şey
və yaxud bizi günaha vadar edən hər bir şey dünyada bundan gərək uzaqlaşaq. Amma bunu da gərək biləyim ki, bu maddi həyat ki, burada biz qərar tapmışıq, cürbəcür rivayətlər varımızda. İmam Hüseyin Salamun Aleyhdən rivayət var ki, bu dünya bir körpü misalındadır. Dünya körpü misalındadır. Adam körpünün üstündən keçər, körpünün üstündə dayanmaz. Çünki körpü keçid üçündür. Hətta onlar deyərlər, məsələn, dünyadan ibrət alın. İbrətin mənası budur ki, ibrət yəni dayanılası bir yer deyir. Burasından insan nədir, köçəcək, çıxıb gedəcək. Onun üçün buradan, o ki, oraya gedəcək, oraya üçün ən gözəl şəkildə istifadə eləmək lazım. Burada dayansa uduzacaq. Yəni, bu aləmdə dayansa bütün ləzzətlərimizi, baxışlarımızı, bu gördüyümüz bu kiçik bir aləmin üstündə qursa uduzacaq. Odur ki, Allah Təbarək və Teala Bəqərə surəsinin 200-cü ayəsindən buyurur: "Fəminən nası mən yəqulu Rəbbənə atina fid dünya." Bəs o şəxslərdən ki, onlar deyirlər, ancaq bizə dünyada əta eləcəklər və mələhəmin axirəti min xəlaq. Allah üçün axirətdə heç nə yoxdur. Bu təbii də əgər adam bütün fikrin, zikrin burada cəm eləyə və buraya üçün çalışa, axirətdə əli boş olacaq və özü də görəcək, ən böyük ziyankar odur. Çünki məsələn buradakı bütün qazandıqlarını qoyub çıxıb gedəcək, axirətdə də bir bəhrə səvərəsiz və orada hiss eləyəcək ki, mən ən böyük ziyankaram. Amma Quran 201-ci, Bəqərə surəsinin 201-ci ayəsində ama bu cür buyurur. Və minhum mən yəqulu Rəbbənə atina fid dünya həsənə və fil axirəti həsənə. Amma onlar ki, deyərlər, ilahi, bizə dünyada da yaxşılıq ver, ahirətdə də yaxşılıq ver. Yəni, hətta dünyanın özündə ahirətə çatmaq üçün istəyərlər və vəqinə əzabənlər Allahdan istəyərlər ki, ilahi, bizi ələrdən qoyur, ulaikə lahum nəsibdən mə kəsəbu. Pəs bunların qazandıqlarından bunlar üçün bir nəsiblər var. Vallahu səri'ul hesab. Allah tez və çox tez hesab aparandır. Yəni, bundan bunu istifadə edilir ki, Quranın bu ayəsindən Allah Təbarək və Teala bizim bu maddi aləmdə gördüyümüz bütün şeyləri bizi ahirətə çatmaq üçün və bu rahatlığı Allah Təbarək və Teala bizim üçün təmin edir, biz bu rahatlıqdan ahirəti əldə edək. Çünki baxın, mənim əzəlim, orta hesabla bir adam 60 il yatsa, gündə 8 saat, 60 il yaşasa, gündə 8 saat yatsa, ömrün 20 il ancaq yuxuda keçir. Sırf 20 il yatırıq. Bir 20 il əylənciyə keçir, bir ondan sonra da qalır bir 20 il. Mənim yadıma bir dastan düşdü. Zahirən bu Aristotel'un iki cür dastanları var. Bir fəlsəfi dastanları var. Gözəl dastanlardan biridir. Bir dəfə bir nəfər gəlir, bir kəndin qəbirstanlığına daxil olanda görür qəbirstanlıqda başdaşlarının üstünə yazılıb ki, filan kəs 2 il yaşayıb, 3 il yaşayıb, 1 il yaşayıb. Öz-özünə sual verir ki, bunlar 2 il, 3 il yaşayıb, bu kəndin cəmiyyəti necə artır? Nəsil buradan necə artır? Kənddən çıxandan sonra kəndin qırağında görür 5-6 ağsaqqal kişi oturur, soruşur oradan, deyir, sizdən bir soru soruşun, bir buyur. Deyir, sizin qəbirstanlıqda başdaşlarının üstünə yazılıb ki, 2 il, 3 il ömür sürürsünüz və sizdə nəsil necə artır? Deyir, o ağsaqqallar gülərək buna deyirlər ki, deyirlər, yox, biz elə 70 il, 80 il yaşayarıq. Amma o 70 il, 80 ilin içərisindən neçə ilin insan kimi yaşasıq, onu başdaşımız üstə yazarıq. Yəni, bu adam 2 il insan kimi yaşadı, 80 yaşlar. Həqiqət də elədir, ya. Çünki bizim başqa varlıqlarla başqa yaşayışımız eynidir. Yeməkdə şərikük, ondan sonra gəzməkdə şərikük, nə bilim, ailə qurmaqda, nəsil atmaqda şərikük. Amma o ki, bizi ayırır, idrakımız, ibadətimiz də onlarda yoxdur. Özdə idrak, ibadət başqa varlıqlarda da var, ha, Quran ispat edir. Amma ibadət ki, idrak və ixtiyar üzündən onlarda yoxdur. İbadət ki, ixtiyarıdır və idrak üzündən də o da bizim üçün. Özür sizə bir söz deyim. Məsələn, bu ibadətlə başqa bir şeylərin bir müqayisəsini eləyim sizin üçün. Baxın, məsələn, biz elm oxuyuruq, məsələn, fizik oxuyuruq, riyaziyyat oxuyuruq, həndəsə oxuyuruq. Niyə? Ta gələcəkdə gözəl binalar tikək, yaxşı maşın düzəldək. Yəni, əvvəl oxuyuruq, sonra başlayırıq o oxuduğumuzu əməli həyata keçirtməyə. Bu cürdür də coğrafya oxuyuruq. Məsələn, nə üçün kimya oxuyuruq da? Məsələn, gələcəkdə xəstəliklər üçün yaxşı dərman düzəldək və yaxud, məsələn, yaxşı təbiəti seçək, təbiət hadisələrindən özümüzü mühafizə eləyək. Amma namaz qılırıq. Nə üçün? Namaz qılırıq ki, ta Allahı tanıyaq. Baxın, başqa bölümlərdə əvvəl elm gəlir,
sonra əməl gəlir. Amma ibadət hissəsində əvvəl əməl gəlir, sonra elm gəlir. Məsələn, məşhur ayətdə buyurur ki, مَا خَلَقْتُ الْاِنْسَ وَالْجِنَّ إِلَّا لِيَعْبُدُونِ. Bütün müfəssirlər buyurur ki, لِيَعْبُدُونِ ey لِيَعْرِفُونِ. Liyabudundan məqsəd budur ki, yəni Allahı tanımaq üçün. Bəs görürsən, biz namazı kılırıq. O namazı əgər doğru qılsıq, yavaş-yavaş elmimiz başlayır, mərifətimiz başlayır Allaha. O Allaha da mərifətimiz başlayandan sonra bu təbiidir ki, baxırıq ki, məsələn, bu köçəli bir dənə həyatdır ki, burada məsələn 5 il, 10 il, 20 il, 50 il, 60 il, bəs məqsədimiz nədir? Bu köçəli həyatda qalmaq deyil, bəlkə keçir, əsl aləm ki, sonsuz aləmdə oraya getməkdir. Onun için Allah təbarək və təala Quran-ı Kərimdə də bizim üçün görürsünüz ki, mənim əzizlərim, bu ayətlərdə buyurur ki, biri də Alimran surəsinin Allah təbarək və təala 156-cı ayəsində buyurur ki, "Fəktub lana fi hazid dünya hasenə." Allah bu dünyada bizə yaxşılıqlar yaz və fil axirət və o cümlədən də axirətdə yaz. Yəni əgər bu dünya yaxşılıq olsa mənim üçün, ondan axirətə bir pay apara bilməsə o yaxşılığın mənası yoxdur. O yaxşılıq heç yaxşılıq sayılmır. Yaxşılıq ondan ki, biz buradan özümüzün nəsə götürüb özümüzdən ahirətə aparaq. Baxındır, Quran nə deyir? Bu ki, fətəzəvvədu, azuqa götürün. Yəni özünüzdən hökman bir şey götürün. Hər nə ilə burada saxlamayın, qazandığınızın hamısını burada saxlamayın. Özünüzlə nədir? Azuqa götürün. Fəinnə xəyrət zadə təqva, ən gözəl azuqa işlərin Allaha görmək üçündür, Allaha görə. Yəni təqva hər nəyin varsa vur, ona Allah rəngi var. Sonra Allah buyur ki, İnna hudna iləyk. Biz hidayət olunacaq ona sarı qala, əzab-ı üsubi bihi mən əşab. Mənim əzabım Allah buyurur ki, istədiyim adama çatacaq, yəni günahın müqabilində. Və rəhməti vəsəl küllə şey. Allah buyurur ki, mənim rəhmətim hər bir şeyə şamildir. Allahın rəhməti həqiqətən də bizim təsəvvür elədiyimizdən də qat-qat çoxdur. Allahın rəhməti o qədər böyükdür ki, hətta Allahın əzabı da Allahın rəhmətinin altında yatır. Allahın rəhmətinin altında yatır. Onun üçün ki, mənim əzizlərim çalışın, dünyadan ən gözəl formada istifadə edin, aluda olmayın dünyaya. Dünya ləzzətlərini Allah bizə haram eləmir, amma o ləzzətlərin özü də nədir? Ahirətə çatmaq üçündür. Ondan sonra Allah təbarək və təala sayədən səhv eləməsəm Qisas surəsinin 77-ci ayəsində gözəl bir söz deyir. Məsələn, bu dünya ilə ahirətin müqayisəsində Allah çox gözəl bir söz deyir bizə. Bu cür buyurur. "Vəbtəği fîmâ âtâkallâhu d-dâral âxirə." Vəbtəği, özü üçün seç, özü üçün götür, ağzında götür. Fîmâ âtâkallah, o ki Allah sənə əta eləyib. Yəni Allah sənə verən nemətlərdə ahirət üçün özünü ağzında götürün. Və la tənsə nəsibəkən minəd dünya. Amma dünyadan da payı yaddan çıxartma. Dünyadan da istifadə elə. Dünyadan da halal dünyanın nemətlərindən istifadə edir. Ahirət üçün ağzında götürün. Amma dünyanı da yaddan çıxartmayın. Belə olmasın ki, sırf ancaq ahirət üçün çalışasan, məsələn, təbiidir ki, məsələn, dünya yaxşı namaz qılmaq üçün gərək güclü bədənin ola, güclü bədənin olmaq üçün gərək nədir, maddi nemətlərdən yiyəsən, o yeməkləri ilə halal çevirmək, özü nədir, ahirət üçün qazanmaq da, ahirət üçün işləmək də Allah eləməsin, amma haram yiyərsən, ibadətə də süs olarsan, görürsən, məsələn, bir dənə yemək də görür, məsələn, halal yesin olar ahirət, haram yesin olar dünya. Və əhsin kama əhsən Allahu iləyik. Allah buyurur ki, yaxşılıq elə, sən yaxşılıq elə, kəma əhsən Allahu iləyik. Necə ki, Allah sənə yaxşılıq eləyib. Və la təbqəl fəsada fil ərz. Yerdə fəsad yaymır, heç pis iş görmür. Qardaşlar dedi, bəzən də, baxın, mən sizə həmişə bu sözü deyirəm, birinci özümə deyirəm. Ondan sonra sizə deyirəm. Həmişə özünə bu sualı verin. Niyə namaz barəsində, oruc barəsində gələn hədislər və ayələr biz namaz qılan və oruç tutanlar onun əsərini öz üzərimizdə görmürük. Həmişə bu sualı mən özümə verirəm. Məsələn, namaz barəsində Quranda o qədər gözəl ayələr var ki, namaz qılanlar bu cürdür, bu cürdür, bu cürdür. Oruç barəsində o qədər gözəl ayələr var, oruç tutanlar bu cürdür. Amma baxıram, görürəm ki, yox, məndə olan yoxdur. Amma namazda qılıram. Niyə yoxdur? Bir şeye baxıram ki, görürəm ki, uduzdığımız yer odur ki, biz günahları bu gün zarafata salıb eləyirik. Zarafata qeybət eləyirik, zarafata söyüşləyirik, zarafata kiminsə dalıca danışırıq, zarafata kiminsə təhqir eləyirik. Elə bilirik ki, bunu elədik, qutardı, çıxdı, getdi. Elə zarafatdır da, məsələn, mən qeybət elədim, 2 nəfər oturdu ya, zarafatdır da kimsə məsxir elədi. Amma yadınızdan çıxartmıyor, o zarafat özü böyük günah.
Günahını kəbirədir. Mən onu elədim, bir ömür lazımdır, mən sürünəm ki, onu bağışlatdıra biləm. Onun için de, bak görürsən, namazlarda bu namazın Kur'an-ı Kerim'de dediğin əsərlərini özümüzdə ala bilmir. O əsərləri özümüzdə almalıyıq. Biz ibadətin əsərlərini yerə özümüzdə görək. Tək özümüzdə tək məsciddə oturanlardan demirəm. Ümumi görsən, məsələn, bəşər giriftardır. Ümumi bəşər giriftardır. Niyə? Çünki ibadət eləyirik, itaat eləmirik. Allah'ın haram şeylərindən çəkinmirik. O ki, Allah təbarək və təala budur ki, "Ala təbğil fəsada fil ərz." Pəs, yer kürəsində heç vaxt fəsad eləmir, fəsadı yaymır. İnnəllaha ya Allah yuhibbul mufsidun. Mufsidin, Allah fəsad eləyənləri sevməz. Allah and verək, bizi dünya və dünya pərəstlərdən uzaq tutsun. Bütün dünyada olan ləzzətimizi də ahirəti qazanmaq üçün qərar versin. Allah and verək əzəmətinə bizə birlik və elm versin. Allah and verək əzəmətimizə şəhidlərimizi və şəhid valideynlərimizi qəriq rəhmət eləsin. Allah günahlarımızı başdan dünyada aparmasın. Ahir aqibətimizi bir xeyir eləsin. Allah bizi vəzifəmizi tanıyıb, vəzifəmizə əməl eləyənlərdən qərar versin. Geçen gündür qazi qardaşlarımızdan xəstə olanları var, iltimas dua ediblər. Allah'a and verək qazilər ağası Həzrət Əvvəlfəzin düşən qollarına, bütün qazilərimizə şəfa acil əta eləsin. Allah bütün xəstəliklər, xüsusən xərçəng xəstəlik, ağır xəstəliklərdir. Həyatla əlləşir, Allah hamısına şəfa versin. Allah'a and verək əzəmətinə. Əskər və zabitlərimiz ki, səngərlərdə bizi hifz eləyərlər, İmam Zaman pənahında hifz eləsin. Allah ağa İmam Zamanın zuhurunu təcil eləsin, sizi və bizi də o buzurgvarın köməkçilərindən qərar versin. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu ədəllahu səməd, ləm yəlid və ləm yəlid və ləm yəkullahu kufuven əhəd. Əcməin və la'natullahi alə a'dahim əcməin minəl-ânə ilə yevmiddin. Amma ba'd. فقال الحكيم في محكم الكتاب الكريم بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر أوصيكم عباد الله ونفسي بتقوى الله والنظم أمركم İnşallah hem özümü hem sizi davet edirəm ilahi təqvaya. Çalışın, günah eləməyin. Günahdan uzaq olun. Günah qədər insanı Allah'tan uzaqlaşdıran bir şey yoxdur. Və özdə fərq eləmir. Bəzən biz günahları elə bilirik ki, böyük günahlar lazımdır. Allah rəhmət eləsin Əhmədim yanəçidir, onun ruhuna bir dənə salavat deyək. Deyək ki, əxlaq alimlərindəndir. Buyururdu ki, bizə deyirdi ki, ruhanilərə, biz molla sayılırdıq da, deyirdi, ruhanilər birdən bir dənə başı açıq qız görəndə, əsəbləşirsiniz, narahat olursunuz ki, bu naməhləblərin içərisinə niyə başı açıq çıxıb, amma özünüz qeybəti ilə rahat eləyirsiniz. Deyərdi ki, valla o başı açıq gəzmək qeybətdən yüngül günahdır. Çünki qeybət haqqın nasdır. Deyirdi ki, sizin məsələn, sonra deyərdi, özü deyərdi, yaxşı, siz ki, qeybət eləyirsiniz, böhtan deyirsiniz, məsələn, başqa günahlı eləyirsiniz və sizin onunla, o xanımla fərqiniz yox ki, onu Allahın düşmanı bilirsiniz, özü Allahın dostu. Elə bu başdan özü Allahın düşmanı bilirsən ki, tövbə eləkdən Allahın dostu olacaq. Yəni, deməyim budur ki, hətta siz ola bilər, məsələn, biz evdə uşağımızı döyəndə zalim olaq, zulümkar olaq. Ola bilər, məsələn, xanımımızla rəftar eləyəndə zulümkar olaq, çöldə axtarmıyor. Çöldə axtarmıyor. İmam Əli'dən də hədis oxuyacaq. Mən qardaşlarım birinə deyim, əcib bir şeylər var, amma bəzi şeyləri mən sizə deyirəm ki, eşidək, o sözlərin eşitməyində ləzzət var. O şeylərin, sözlərin eşitməyində ləzzət var. Allah əməl eləməyi bizim üçün çətindir. İmam Rəza Salamun Aleyh buyurur ki, ən abahi, öz ata babasından və ən Ali ibn Abi Talib, o da Ali ibn Abi Talibdən və qala Resulullah. Həzrət Ali də dedi ki, Peyğəmbər belə dedi. Mən amelənməz falan yüzlimuhum. Hər kəs cəmaatla müamilə edən, cəmaatla rəftarında, cəmaata zülm eləməsə və haddəsəhum fələ yükəzzibuhum. Danışanda yalan danışmasa və vəədəhum fələ yuxlifuhum. Söz versə, sözündə xilaf çıxmasa və huvə mimmən kəmələt mürüvvəti. Bu adamdır ki, bunun ədaləti və mürüvvəti kamildir. Bu adam etimad ediləsi bir adamdır. Zəhərət ədalətuhu, bunun ədaləti zahirdir və vəcəbət uxuvvətuhu, sizin vacibdir onu qardaş biləsiniz özünüzə və hərəmət qeybətəhu, onun qeybəti haramdır sizə. İndi gəlib bir hərəsinin başına qısa tozif verəcəm. Qısa, çox deməsəm, bir müştəhid vardı bu yaxınlarda dünyasını dəyişdi, tələbələr tanıyar, Ayətullah Fatimniya.
məşhur seyidlərdəndir, yaxşı Azərbaycanlıdır, Təbrizlidir zarız. Ancaq Azərbaycan olmaq biləm Azərbaycanlıdır. Oğlu nəql edir, çox maraqlı bir şeylərdən də deyir bu sözlər ki, eşidiləsi şirindir, onun biri budur. İndi mən deyirəm, əməl eləmək bizə çətindir, amma eşitməsi şirindir. Oğlu nəql edir, atam öləndə 2-3 saatdan sonra öldü, çağırdı məni qulağıma. Dedi, arada mən evdən çöldən evə gələndə sizlə görüşmürdüm. Çünki əlim soyuq idi, o soyuqluq qədər sizə zülm eləyərdim. Soyuq əlindən o qədər mən ona görə sizlə görüşmürdüm. Əlimin soyuqluğu ilə qorxudum sizi nədir? Əziyyət eləyər. Bizim üçün məsələn bu nədir? Xəyaldır. Amma bu reallıqdır. Yəni, insan bir həddə çatır ki, hətta o qədər birinə əziyyət eləyər. Böyük ayətullahlardan biri bir gün gecə məsələn həmişə saat 10-da evə gələrdi. Məclisdə saxladılar bunu, başı qarışdı yeməyə, içməyə. Fağradan idi, buraxmadılar, 11-də gəldi. 11-də gəldi, oturdu qapının ağzında. Öz qapısı çöldən də qar yağır. Səhər sarı arvadda yuxu aparmışdı xanımı. Bir də onda xanım durdu, gördü sübh namazının vaxtında. Qaçdı çölə, gördü, vay kişi oturub qapının ağzında, qarın altında. Qar dəyir bunun təpəsinə büzüşüb belə. Dedi, bax, qapını niyə döymədin? Sən yatmışdın, zülm eləyədim. Mənim haqqım yoxdur, mən qapını döyüm, səni yuxudandır qızım. İndi sən təsavvür elə, mən özümü deyirəm. O siqnalı başını elə verirəm ki, evdəkilər bir çatlatdır. Təsavvür budur. Bizlə olan İslam arasındakı təsavvür budur. Baxın, əzizlər, möminlər, bu Peyğəmbər nə deyir? Cəmaatla müamilimizdə zülm eləməyin cəmaata. Zülmün də hər özünə görə bir mənası var da. Zulüm eləmir. Bəs bir nəfər gördünüz ki, cəmaatla da arada zulüm eləmir. Zulüm də ədalətin əksidir də, bu ədalətin ziddidir. Və həddəsəhum fələt yukəzzibuhum. Görürsünüz ki, cəmaata məsələn yalan sarımır, yalan danışmır. Məsələn, özünə görə yalandan əmin içmir. Bir mətləbi məsələn, kimisə məsələn əzmək üçün yalandan ona bu özün vurmur. Sizi söz verəndə yerinə yetirir. Baxın, bu da çox maraqlı məsələlərdən biridir. Söz verib yerinə yetirməməyin səbəblərindən biri budur ki, söz verəndə görə ehtiyatlı olaq. Yəni, gücümüzdən artıq söz verməyək. Bəzən də bizim məqsədimiz yoxdur verdiyimiz sözdən qaçaq. Amma biraz məsələn özümüzü şirin satmaq üçün, özümüzü böyük göstərmək üçün, bazen görsən nədir? Yalandan məsələn nədir? Sözlər veririk. Özümüz sonra altından çıxa bilmirik. Zahirən mənim yadıma gəldi bir dəfə Həzrət Süleyman Peyğəmbər gəldi, gördü. Erkək sərçə fırlanır dişi sərçənin başına. Bu dişi sərçə üzvana çöndərir, erkək bir yana, biraz o an bir yan. Süleyman Peyğəmbər gəldi, nə xəbərdir? Bu dişi sərçə erkəyə dedi, Süleyman Peyğəmbər dedi, bu mənə yalan danışır. Dedi, mənə yalan danışır. Süleyman Peyğəmbər ona dedi ki, niyə yalan danışır? Dedi, kişi yanında biraz qururlanmalıyam. Özünü böyük göstərməliyəm. Bu üzrə olmasın. Hay, mən özünü böyük göstərim, belə eləyərəm sən üçün. Ki, sonra məsələn o adam deyəndə, bağışlayın adım alınmadı, o çünki ümid verdiyi kiməsə. Ona görə kiməsə ümid verməkdənsə, gücümüzdən artıq birinə söz verməyək. Verməsək, yəqindən bilin ki, verdiyimiz sözə nədir? Əməl eləyəcək. Ondan sonra buyurur ki, pəs bu cür olsa, vədə verən yerdə xilaf eləməsə, bu həmin şəxs üçün bunun mürüvvəti kamaldır, tamamdır və zəhərət ədaləti olur. Bunun ədaləti zahirdir. Yəni, 3 dənə şey deyib də, başqasına zülüm eləmə, yalan danışma, başqasının yalancı sayma, yalan danışma və söz verəndə əməl ilə Peyğəmbər buyurdu. Bu adamın ədaləti sizin üçün zahirdir, yəni bu adam adil adamdır və vəcət uxuvvətuhu, bunun qardaşlığı sizə vacibdir və hərmət qeybətuhu, bunun qeybəti sizə haramdır. Bu cür adamın qeybətini eləmək bizə düşmür, gərək qeybət eləməyək. Allah hamd verək, İslam və